ən çox tənqid elədiyimiz klublardan biridir İmişli komandası. Amma bu gün baxırıq ki, Araz Naxçıvan mövsüm ərzində 3 meydançada istifadə elədi. Kəpəz komandası 2 meydançadan istifadə elədi və ola bilsin ki, artıq 3-cü meydançadan istifadə eləsin. Bir qədər əvvəl son dəqiqə xəbəri və Sport İnformasiya saytında verdik. Neftçi Kəpəz oyunu, daha doğrusu Kəpəz Neftçi oyunu Yevlax şəhər stadionunda keçirilməyə bilər. Böyük ehtimal keçirilməyəcək. Neftçi tərəfinin bu barədə müraciəti var. Oyun əslində Gəncə şəhər stadionunda keçirilməli idi. Amma stadion tam hazır olmadığına görə Yevlaxda keçirilməlidir, amma Neftçi tərəfi oyunun başqa meydanda keçirilməsini istəyir və Sumqayıtda keçirilə bilər oyun. Bu da artıq o anlama gəlir ki, Kəpəz mövsümdə artıq 3-cü meydançada ev oyunu keçirəcək. Araz Naxçıvanı qeyd etdik, Turan Tovuz komandası 3 meydandan istifadə edib, amma asıb kəsdiyimiz... Hazır idi axı Kəpəzin meydançası. Meydan örtüyə hazır deyil. Amma asıb kəsdiyimiz, tənqid etdiyimiz İmişli komandası pis yaxşı. Bir meydanda oynadılar. Bəli, yalnız mövsüm başlarında bir tur səhv etmirəmsə Şamaxıda oynadılar. Qalan dönəmi davamlı olaraq Quba Olimpiya kompleksinin stadionunda oynadılar. Əslində asıb kəsməmişdi, elə həmişə tərəfli... Yox, mən həmişə asıb kəsmişəm mövsümün əvvəlində haqlı olaraq. Çünki stadionla bağlı müəyyən problemlər vardı, komanda toplanışı da müəyyən o forma, geyim dəsti ilə bağlı problemlər var idi. Və son Qarabağın oyunda sevindirici məqam, komanda meydana 6 yerli futbolçu ilə çıxmışdı. Əksəriyyəti 23-24 yaşında futbolçular idi. Oyuna sonradan debüt edən Nazım Hüseynov qoşuldu, 18 yaşı var. İstedadlı, bacarıqlı futbolçudur. Nazimin adına sevindim. Premier Liqada debüt etdi. Özü kimə qarşı? Qarabağa qarşı. Təxminən 7-8 yerli futbolçunun bir oyunda Qarabağa qarşı meydanda olması o futbolçuların böyüməsi adına gözəl addımdır. Buna görə də mən şəxsən İmişli rəhbərinə də, Kaşkiliyə də təşəkkür edirəm. Bilirəm ki, təkcə bu Kaşkiliyanın belə deyəndə planı fikri deyil, bu həm də İmişli rəhbərliyinin planı fikridir ki, yerli futbolçulara daha çox şans versin. Bu baxımdan təqdir olunması haldır.